Əməkdar jurnalist Azər Ayxan yazır. Oktyabr ayı Azərbaycanda dövlət çevrilişinə və hakimiyyəti zorakı yolla ələ keçirməyə cəhd əməlləri ilə zəngindir. 31 il öncə də belə olmuşdu. 22 il əvvəl də, 20 il bundan qabaq da. Dəyişən şəxslərdir. Xəyanət ssenarisi isə eynidir. AMIA-nın sabiq prezidenti Ramiz Mehdiyev Cinayət Məcəlləsinin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham olunur. Ortada xəyanət var, dövlətə qarşı xain plan var. Bunun ardı var. Görün kimlərin iştirakı haqda hələ məlumatlar yayılacaq. Ramiz Mehdiyev dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməlləri tək başına etməyib, eləyə də bilməz. Bu mütəşəkkil işdir. Elə adlar elan oluna bilər ki, hər kəs heyrətdən donub qalar. Ramiz Mehdiyev Rusiyanın 5-ci kolonunun əsas simasıdır. İllərdir deyilir ki, o Rusiyanın əsas adamı kimi Azərbaycanda bəzi proseslərin içərisindədir. Onun 6 il öncə bu günlərdə prezident administrasiyasının rəhbəri vəzifəsindən istefa verməsi iddiaları möhkəmləndirir. 5-ci kolonun aparıcı nümayəndələri siyasi və hərbi strukturlardan uzaqlaşdırıldıqdan sonra Azərbaycan torpaqlarını işğaldan azad eləyə bildi. Yazını ətraflı şərh bölümündəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.